Herkese salam. Dim tarix toplusunda Osmanlı Dövləti ilə bağlı verilmiş test tapşırıqlarının ikinci hissə izah videosu üçün hər birinizi xoş gördük. Bundan əvvəlki videomuzda 50-ci test tapşırığı da daxil olmaqla ilk 50 sualı izah etmişdik. Bugün 51-ci sualdan başlayıb sona qədər davam edəcəyik. Təkrar hər kəsə xoş izləmələr. 51-ci testimizdə şərti torpaq sahibliyini müvafiq ardıcıllıqla tapacağıq. 4 dənə torpaq sahibliyi verilib. Timar, İqta, Soyurqal və Cagir. Müvafiq olaraq Timar Osmanlı dövlətində, İqta Ərəb xilafətində, Soyurqal Akmoyunlu və Qaraqoyunluda, Böyük Moğolda isə Cagir torpaq sahibi olmuşdur. Cavabımız A variantı olacaq. 52-ci testimiz Çaldıran və Çıldır döyüşlərinin oxşar nəticəsini tapacağıq. Çaldıran döyüşü 1514-cü ildə, Çıldır döyüşü 1578-ci ildə baş vermişdir. Hər iki döyüş Səfəvi dövləti ilə Osmanlı İmperiyası arasında baş vermiş və hər iki döyüşdə Osmanlı türkləri qalib gəlmişdir. Cavab D variantı olacaq. 53-cü sualımız Timar və Soyurqalı tapacağıq. Oxşar cəhətini A variantında 16-cı əsrdən paylanmağa başlanmışdır. Burada başlanmışdır sözünə görə yanlışdır. Çünki məsələn Soyurqalı götürsək, Soyurqal 15-ci əsrdən hələ Qaraqoyunlu dövlətinin mövcudluğu dövründən etibarən başlanmağa, daha doğrusu paylanmağa başlamışdır. B variantı yalnız din xadimlərinə verilirdi cümləsi yanlışdır. Bunlar şərti torpaq sahibliyi idi və hərbi xidmət müqabilində daha çox hərbiçilərə paylanılırdı hərbi xidmət əvəzində. Yəni cavab olacaq nə uşaqlar? C variantı. Sərhədləri qoruyanlar bu Səlcuq dövlətinə var idi. Buna biz uc torpaqları deyirdik. Şahzadələrə və sultan ailəsinə məxsus olan torpaqlar isə bu isə məsələn xas torpaqları nümunə çəkə bilərik. 54-cü test tapşırığımızda uyğunluğu müəyyən edəcəyik. İqta bilirsiniz ki, Ərəb xilafəti dövründən başlayıb və ona görə 2 cavabı doğru ola bilməz, Sasanilərə aid olduğu üçün. 2-ni biz variantlardan çıxacağıq. Biri isə Səlcuqların adı qeyd edilib. Bəli, Səlcuqlar dövründə İqta torpaq mülkiyyət forması mövcud olub. Timar isə yalnız və yalnız Osmanlıda mövcud olub. Deməli 3 və 4 bizim cavablarımız içərisində olmamalıdır. Elə bizim cavabımız çıxdı 1 və 5, yəni E variantı. Xostak isə uşaqlar Səlcuqlara deyil, Sasanilərə aiddir. 55-ci testimizdə yenə də uyğunluğu müəyyən edəcəyik. Yeniçəri yalnız və yalnız Osmanlıya aiddir. Burada isə biz 1 və 2-nin altında Osmanlı adlarını görmürük. 1-i və 2-ni cavablarımızdan çıxırıq. Baskaklar Qızıl Ordu dövlətinə aiddir. Cavabımızı biz 3-ə gətiririk. Timar isə yalnız və yalnız Osmanlı dövlətinə aid olduğu üçün cavab olacaq 3, 6, yəni A variantı. 56-cı sualımızda Çirmən döyüşünün nəticəsini tapacağıq. Çirmən döyüşü 1371-ci ildə Osmanlı dövləti ilə Serbiya qüvvələri arasında baş vermişdir və bu döyüşdə Serbiya qoşunları məğlubiyyətə uğramışdır. Cavab A variantı olacaq. 57-ci testimiz 15-ci əsrə aiddir. Bolqarıstan Osmanlılar tərəfindən fəthi 1396-da, yəni 14-cü əsrdə başa çatıb. Konstantinopolin Sərbçilər tərəfindən ələ keçirilməsi 1204 13-cü əsrə aiddir. Böyük Səlcuq dövlətinin parçalanması. Burada 1118-də qeyd edə bilərik və tamamilə süqut 1157-də qeyd edə bilərik. İstənilən halda 12-ci əsrdir. Bu da bizim cavabımız olmur. Bizans İmperiyasının süquta uğradılması isə 1453-cü il, yəni 15-ci əsrə aiddir. Cavabımız olacaq D variantı. 100 illik müharibə isə 1337-də başlayıb 14-cü əsrə aiddir. 58-ci sualımızda Niqbolo və Otluqbeli döyüşlərinin oxşar nəticəsi. Niqbolo və Otluqbeli döyüşü hər ikisində Osmanlı dövləti qələbə qazanmışdır. 1396-cı ildə Niqbolo, 1473-cü il Otluqbeli döyüşündə Osmanlı qüvvələri qalib gəlmişdir. D variantı. Hətta Niqbolo döyüşünü biz bir daha xatırlayaq. Bolqarıstanın işğalı başa çatmışdı. 59-cu sualımız. Osmanlı dövlətində bütün hakimiyyət sultanın əlində idi. Baş vəzir ondan sonra ikinci şəxs idi. O siyasi işlərə rəhbərlik edirdi falan filan. Yəni burada bizim dövlətin idarəçiliyi ilə bağlı verilmiş bir məsələlər var və deyir ki, Osmanlı dövlətinin idarəçilik sistemi üçün xarakterik ola bilməz. İnzibati cəhətdən sancaqlara bölünməsi doğrudur. Mütləq monarxiya doğrudur. Baş vəzirin geniş səlahiyyətlərə malik olması da doğrudur. Sultan tərəfindən idarə edilməsi o da doğrudur. Hakimiyyətin bölünməsi prinsipi isə bu yanlış məsələdir. Hakimiyyətin bölünməsi nə deməkdir uşaqlar? Yəni hakimiyyətin icra edici, qanunverici və məhkəmə hakimiyyətinə bölünməsi deməkdir. Bu isə Osmanlı dövlətində belə bir şey mövcud deyildi.
60-cı sualımız xəritə sualıdır. 1-ci Səlimin dövründə ələ keçirilmiş ərazini tapacağıq. Burada bizə 5 dənə ərazi verilib. 1 Misir ərazisidir. 2 Anadolu ərazisi, elə biz ona Konstantinopol deyərik. 5 və 3 bura Balkan yarımadası ərazisidir. Yəni biz müasir xəritə ilə baxsaq bura Bolqarıstanı və Rumıniyanı falan qeyd edə bilərik. 5 Bolqarıstan, 3 Rumıniya falan. 4 isə daha çox Tunisə oxşuyur. Yəni Şimali Afrika ərazisinə oxşuyur. Deməli, Səlimin dövründə bunlardan hansı ələ keçirilib? Təbii ki, bir ərazisi. Yəni, Məmlüklər dövlətinin süquta uğradılması ilə Misir ərazisi ələ keçirilmişdir. Cavab E variantı olacaq. Tunisi də, Tunis kitablarımızda verilmir uşaqlar. Tunis 1574-cü ildə 2-ci Səlimin dövründə ələ keçirilib. 61-ci sualımız yenə də xəritə sualımızdır. 7-ci əsr Ərəb xilafəti və 16-cı əsrin birinci yarısı Osmanlıların ələ keçirdiyi biz ərazini tapacağıq. Burada isə uşaqlar istisnasız Misir ərazisidir. Yəni 1 B variantı. Bu xəlifələr dövründə Ərəb xilafətinə aiddir. Səlimin dövründə də dediyimiz kimi Osmanlı dövlətinə aiddir. Daha əvvəl olmuşdur. Osmanlıların Avropanın Asiya ilə birləşdirən ticarət yollarını nəzarət altına alması bu 1453-cü il Konstantinopolun fəthi ilə baş vermişdi. Avropada reformasiya hərəkatı 1517-ci il Martin Lutherə aiddir. Yəni 1400 varsa deməli 1500 götürə bilmərik. Sultan Süleymanın Viyananı mühasirəyə alması 1529-dur. Bunu da biz götürə bilməyəcəyik. Osmanlı ordusunun Ziget fərqanasını fəth etməsi bu 1566-cı il Sultan Süleymanın sonuncu zəfəridir. Katolik və protestant, yəni bu da 1500 aid olduğu üçün biz götürməyəcəyik. Katolik və protestantlarla Augsburg sazişi isə 1555-dədir. Bu da 16-cı əsr olduğu üçün cavabımız olacaq A variantı. 63-cü sualımız növbəti xronologiya aid sualımızdır. Daha əvvəl baş vermişdi. Bizansın süqutu 1453, Tudorların hakimiyyətə gəlməsi 1485-dir. Bu bilirsiniz ki, Alqızılgün və Akkızılgün müharibələrindən sonra baş vermişdi. Yəni nəticəsində Teymuri İmperatorluğunun süqut etməsi 1507 olduğuna görə artıq bu cavablardan çıxacağıq biz bunu. Avropada reformasiya yenə də 1517, Augsburg 1555. Bu bir növ təkrar sualdır. Yenə də cavab olacaq A variantı 1485, 53-dən sonraki hadisədir. 64-cü sualımız qəşəng sualdır. Yəni qəbula %100 düşə biləcək suallar silsiləsindəndir. Osmanlı dövlətinin 14-cü əsrin ikinci yarısı ilə 15-ci əsrin birinci yarısına baxacağıq. Biz Çirmən döyüşünü görürük, Orxan Qazini görürük. Bunu cavablardan çıxırıq. Yəni bu ikinci yarısı da olsa bizim testimizin şərtini ödəməyəcək. Çünki Çirmən döyüşdə kim idi? Hakimiyyətdə 1-ci Murad idi. 1-ci Muradın Serbiyanı asılara salması fikri doğru fikirdir. 1370-71-ci illər hadisəsidir bu. Bursa şəhəri 2-ci Bayazid. Baxın, Bursanı görürük, 2-ci Bayazidi görürük. Yenə də cavablarımızdan çıxırıq onu. Çünki Bursanın fəth edilməsi Orxan Qazini ilə bağlıdır. Qaraqoyunlu Qara Yusifin himayə edilməsi isə bəli, doğru fikirdir. 14-cü əsrin ikinci yarısı, yəni İldırım Bayazidin dövrü üçün səciyyəvi olan xüsusiyyətdir. 1-ə B və D olacaq cavablar içərisində. İndi ikinciyə baxaq. 15-in birinci yarısında Teymurilərlə mübarizə aparılıb, əlbəttə aparılıb. 1402-ci il biz Ankara döyüşünü xatırlayırıq. Birinci Bəyazla Bolqarıstanı birləşdirməsi bu 14-cü əsrin ikinci yarısıdır. Uzun Həsənlə mübarizənin aparılması bu da 15-ci əsrin ikinci yarısıdır. Çünki bilirsiniz ki, Uzun Həsənlə ilk mübarizə 1461-ci ilə təsadüf eləyir Trabzonun işğalından sonra. Bu isə 15-ci əsrin ikinci yarısıdır. Misirin tabe edilməsi 16-cı əsr olduğu üçün ümumiyyətlə cavablarımızda yer almayacaq. Deməli 1-ə B, D, 2-yə A, yəni A variantı olacaq. 65-ci testimizdə yenə də qəbul suallarından biridir. Osmanlı dövlətinin, baxın burada diqqətli olmaq lazımdır, xarici siyasəti ilə bağlı olan məsələlər tapacağıq. 14 və 15-ci əsr. Paytaxtın Bursaya köçürülməsi daxili məsələdir. Biz burada əsrə fikir verməyəcəyik. Lap doğru olsa da, olmasa da. Serbiyanın Asvetə salınması doğru fikirdir. 1-ci Muradın dövründə Serbiya dövləti Asvetə salınmışdı. Bizans imperiyasının süquta uğradılması 15-ci əsr olduğuna görə cavabımız olmayacaq. Orxan Qazinin hərbi islahatlar keçirilməsi bu da daxili məsələ olduğuna görə testimizin şərtini ödəməyəcəyik. İkinci hissəyə baxmadan biz artıq cavabı tapdıq. C variantı. Baxaq yenə də 15-ci əsr Otluqbelidə Osmanlı dövləti qalib gəlib, xarici siyasətdə Qoyunları məğlub edib, Əmir Teymurla müharibə aparıb, bu da xarici siyasətdir, 15-ci əsrə aiddir.
Sultan 1. Süleyman dövrü isə 16-cı əsrdir. Hərbiçilərə iqta Osmanlı dövlətində olmayıb. 66-cı sualımız. Hadisə nəticə əlaqəsinin doğru verildiyi bəndi tapacağıq. Osmanlıların Kosova döyüşünə qalib gəlməsi, Muradın Sultan elan edilməsi. Bu yanlışdır. Muradın Sultan edilməsi Kosovadan daha əvvəldir. Yəni hakimiyyətə gələrkən belə deyək bir növ. Əslində bundan əvvəlki videomuzda demişdik, bu yanlış məlumatdır, amma eybi yox, biz bunu qəbul edək. Osmanlıların ilk sultanı kimdir? Orxan Qazi. B variantında 1-ci Səlimin Məmlüklərlə mübarizədə qalib gəlməsi, özünü xəlifə elan etməsi. Bəli, cavabımız elə B variantı olacaq. Şimdi bilirsiniz ki, Osmanlıların ilk xəlifəsi məhz Səlimdir. Səlimin dövründən başlayaraq Osmanlı hökmdarları həm də xəlifə titulu daşımağa başlayıblar. Çirmən döyüşünün Viyana ilə əlaqəsi yoxdur. Osmanlıların Bursanın Ağqoyunlarla əlaqəsi yoxdur. Ağqoyunların Qaradənizə çıxışı Trabzonla əlaqəlidir. Ankara döyüşündə isə Əmir Teymurun qalib gəlməsi, Əlincənin Ankarada nə işi var? Əlincə Azərbaycana aiddir. 1400-cü ildə tutulmuşdu. Ankara isə 1402-ci ildə olmuşdu. 67-ci sualımız da qəşəng sualdır, maraqlı sualdır. Süleymanın dövründə və 2-ci Səlimin dövründə Osmanlı ordusunun məğlub etdiyi qüvvələri, dövləti, ordunu tapacağıq. Sultan Süleyman dövründə Əlcəzar yaxınlığında İspan donanması 1541-ci ildə məğlub edilib. Korsikanı işğal etmək istəyən Fransa ordusunu məğlub etməyib, əksinə Fransaya kömək eləyib Osmanlı dövləti. Macar-Çex qoşunlarını bəli, Moxas döyüşünü biz qeyd edə bilərik. Deməli, biri AC olacaq. 2-ci Səlimin dövründə Misir Məmlük dövləti yox idi. İndoneziya müsəlmanlarının kömək üçün Portuqaliya donanması bəli, doğru fikirdir. Moxas döyüşündə isə Sultan Süleyman idi. Deməli, uşaqlar 1-ə AC, 2-yə isə B olmalıdır. Bu da bizim C variantının öz əksini tapır. 68-ci sualımızda 16-nın birinci yarısı və 16-nın ikinci yarısında Osmanlıların qalib gəldiyini tapacağıq. Misir Məmlük Sultanlığı 16-cı əsrin birinci yarısında var idi. 1-ci Səlimin dövrü 1517-18-ci illər. Əvvəllər döyüşlərin adına verilərdi. Mercitabıq və Rodaniya döyüşləri. Molla Həsən döyüşü 16-cı əsrin ikinci yarısıdır. Moxas döyüşündə Macar-Çex qoşunlarında bəli. Bu da 1526-cı il, yəni 16-cı əsrin birinci yarısıdır. Biri AC olacaq cavablarımız içərisində. Biz baxırıq ki, 2 variantda var, A və E variantında. 16 əsrin ikinci yarısına baxdıqda Otluqbel döyüşündə Bayandurlu qoşunlarında qalib gəlib. Bu 15-ci əsrə aiddir. Elə biz A-da çıxdıq. Cavab qaldı E variantı. Portuqaliya donanması 1569-dur. Ziget varsa 1566-cı ildə. Cavab olacaqlar uşaqlar E variantı. Keçirik artıq açıq suallara. Açıq suallarda biraz diqqətli olmaq lazımdır. İşləyərkən mütləq şəkildə diqqətli olun. Türk xalqlarına baxacağıq biz. Onların tarixdə. Burada Kordova xilafəti görürük, çıxırıq. Qırmızı qaşları görürük, çıxırıq deyə. Çünki Kordova xilafəti ərəblərə, qırmızı qaşlar Çinə aiddir. Xalqların böyükücü və Bizansın süquta uğradılması bəli. Xalqların böyükücü 4-7-ci əsrlər Hunların adı ilə bağlıdır. Bizansın isə Osmanlıların adı ilə bağlıdır. 70-ci sualımız 15-ci əsrə aid olanları tapacağıq. Ağqoyunlu Osmanlı müharibələri 1461-də başlayır birinci mərhələ, ikinci mərhələ 1472-də başlayır, 15-ci əsrə aiddir. Osmanlı dövlətinin Trabzonun varlığına son qoyması, bu da 1461-ci ilə təsadüf etdiyi üçün, bu da 15-ci əsrdir. Cavab elə 1-2 olacaq. Osmanlı dövləti Belqradın 16-cı əsrə aiddir, Sultan Süleymanın dövrünə aiddir, Amasya 1555 16-cı əsrə aiddir. 1-2. 71-ci sualımızda 14-cü əsrə aid olanları tapacağıq. Amasya dediyimiz kimi 1555 16-cı əsr, Qəsr-i Şirin 1639 17-ci əsrə aiddir. Deməli cavab olur 2-4. 2 və 4. Serblər 1371-1389, Ədirlə isə 1362-ci il 14-cü əsrə aid dərikdir. 72-ci sualımız klassik feodalizm dövründə yaranan türk dövlətlərini tapacağıq. Klassik feodalizm bilirsiniz ki 11-15-ci əsrləri əhatə edir. Axund dövləti 4-cü əsrdir. Bu erkən orta əsrlər dövrüdür. Sacilər 9-cu əsrdir. Erkən orta əsrlər dövrüdür. Qəznəli 10-cu əsrdir. Erkən orta əsrlər dövrüdür. Cavab 1-3 olacaq. Eldənizlər 1136, Osmanlı 1302. Biri 12-ci əsr, biri 14-cü əsr. 73-cü sualımızda isə biz Sultan Mehmedin hakimiyyəti üçün doğru olanları tapacağıq. Ağqoyunlu ilə müharibə aparıb, doğrudur. Bizansın varlığına son qoyub, doğrudur. Misiri ələ keçirən 1-ci Səlimdir.
Malatya döyüşündə qələbə qazanıb, yanlışdır, məğlub olub. 4 isə bəli 1476-cı ildə Qanunlar Toplusunu yaratmışdır. Deməli uşaqlar 1, 2, 4 oldu. Neçənci sualımız? 73-cü sualımız. 74-ə baxacağıq. Yenə də 2-ci Mehmetin hakimiyyət dövrü ilə bağlı olanı tapacağıq. Trabzonun fəthi doğrudur. Əmir Teymurla Əmir Teymuru 2-ci Mehmet görməyib. Otluqbel döyüşündə qələbə qazanıb. Doğrudur. Sülh müqaviləsi bu da doğrudur uşaqlar. 1461-ci ildə. Bilirsiniz ki, sülh müqaviləsi imzalanıb və Trabzonun xəzinəsinin bir hissəsi Akkoyunlara verilib. Çirmən döyüşü isə 14-cü əsrdə. Cavab oldu neçə? 74-cü sualımızda 1-3-4. 75-də Birinci Səlim və Süleyman Qanuni üçün ümumi cəhətləri tapacağıq. Səfəvilərlə müharibə doğru fikirdir. Gəlin bir nümunə çəkək və Səfəvi Osmanlı müharibələrinin başlanması 1-ci Səlimin adı ilə bağlıdır. 1514 Çaldıran döyüşü. Sultan Süleyman isə Azərbaycan 4 dəfə yürüşünü bilirik. Amasya müqaviləsini bilirik. Cavablarımız içərisində mütləq 1 olmalıdır. Bütün Azərbaycanın ələ keçirilməsi isə yanlış fikirdir. Biz bilirik ki, nə Səlim, nə də Süleyman bütün Azərbaycanı ələ keçirə bilməyib. Ümumiyyətlə, Osmanlılar heç vaxt bütün Azərbaycanı ələ keçirə bilməyib. Böyük bir hissəsini tutub, amma bütün Azərbaycanı ələ keçirilməyib. Avropa dövlətlərlə müqavilə bağlanması isə doğrudur. Səlimin açıq-aşkar verilməsə də biz Çaldıran döyüşü ərəfəsində, yəni Səfəvi Osmanlı müharibələri ərəfəsində Səlim bütün diqqətini Səfəvilərə yönəltməsi üçün Avropa dövlətləri ilə müqavilə bağlamasını biz bilirik. Viyana tutulması Viyananı heç vaxt tutmayıblar Osmanlılar. 2 dəfə mühasirəyə alınıb, ikisində də uğursuzluğa düçar olub. 75-ci sualımızda 1-3 olacaq cavabımız. 76-cı sualımızda hadisə nəticə əlaqələrini tapacağıq, doğru verilənləri. Anadolu Səlcuq Sultanlığının zəifləməsi, Osmanlı dövlətinin yaranması doğru fikirdir. Kosovo döyüşündə serblərin məğlub edilməsi, bu da doğru fikirdir. Bir cavabımız 1-2 olacaq. Ümumiyyətlə uşaqlar, həmişə 4-ü verilən test tapşırıqlarında mütləq və mütləq bizim 2 cavabımız olur adətən. 99% belə olur. Murad Konstantinopol Fatihin adıyla bağlıdır. Əmir Teymur Sankırıda qalib gəlib məğlub olmayıb. 77-ci sualımızda Osmanlı dövlətinə aid hadisə nəticə əlaqələrini tapacağıq. Yenə də burada Elxanı Qazanxanın yürüşü, Anadolu Səlcuq Sultanlığının zəifləməsi. Bu doğru fikirdir. Hətta Anadolu Səlcuq Sultanlığının zəifləməsinin ən böyük səbəblərindən biri budur. Bundan da Osman Qazi istifadə edəcək. Bir qısa müddət sonra Osmanlı dövləti yaradacaq. Liqmano döyüşündə Serbiyanın müstəqilliyə son qoyulmayıb. Ankara döyüşündə Konstantinopolun fəthi bir müddət gecişib, bəli. 51 il gecişib Ankaranın Konstantinopolun fəthi. Cavab oldu nə uşaqlar? 1-3. Kosovoda da Bizans yox idi, serblər idi. 78-ci sualımız yenə hadisə nəticə əlaqəsidir. Yenə 4-düdür. Deməli, yenə də bizim ərazi minimum neçə cavabımız olmalıdır? 2 cavabımız olmalıdır. Liqmano döyüşündə sərhədçilərin Birləşmiş Qüvvələrin məğlub edilməsi. Doğrudur. 1396-cı il. Biz dəfələrlə deyirik ki, uşaqlar, yaddaşımıza da olsun, həkk olunsun. Ankara döyüşü Osmanlı dövlətinin məğlub olması, bəli, bu da doğrudur. 1402-ci ildə. 2-ci Mehmetin qanunnamə, dini izmaların fəaliyyətin qadağan edilməsi, bu da əksinə olur. Malatya döyüşü Uzun Həsənin məğlub edilməsi, bu da yanlışdır. Uzun Həsən qalib gəlib. Deməli, 79-cu sualımıza baxacağıq. Birinci sualımızda, daha doğrusu birinci cümlədə Osman Qazının hakimiyyətə gəlməsi və Osmanlı dövlətinin sultan tərəfindən idarə edilməyə başlanması. Bu bilirsiniz ki, mövcud dərsliklərimizə əsasən yanlışdır. Sultan hardan başlayır? 1-ci Muraddan. 2-ci Mehmetin fətləri Akkoyunların Qaradənizə çıxış etdirməsi doğrudur. Beyşəhir döyüşü 2-ci Mehmetin qələbə qazanması, bu da doğrudur. 1472-ci ildə 2-ci Mehmet Akkoyunlu dövlətini məğlubiyyətə uğratmışdır. Konstantinopolsa Bolqarıstanla əlaqəsi yoxdur. Aralarında da azına çox 50 neçə il fərq var. 57 il. 80-ci sualımızda bu arada 79-a cavab 2-3 oldu. 80-ci sualımızda isə yenə də hadisə nəticə əlaqəsini tapacağıq. Burada biz Çaldıran döyüşü məmlük sürətdə son qoyulması qeyd edilib. Bu yanlışdır. Aralarında 4 il fərq var. 3 ildə deyə bilərik, 4 ildə. Məmlüklərin məğlub edilməsi, 1-ci Səlimin özünün İslam dünyası xəlifə elan etməsi, bu bayaq dediyim məsələdir, bu doğru fikirdir. 1-ci Süleymanın Səfəvi dövlətinə 34-cü il yürüşü Təbrizin tutulması, bu da doğru fikirdir. 80-ci sualımızda olacaq cavab 2-3. Moxaç döyüşündə isə Avstriya məğlub olub, qələbə qazanmayıb. Belə, 81-ci sualımız Osmanlı dövlətinə aid yenə də hadisə nəticə əlaqəsini tapacağıq.
Maltepe döyüşündə Bizans ordusu 1329-cu ildə məğlub edilib. 1-ci Süleyman Amasya müqaviləsi imzalaması Şərqi Gürcüstanın Osmanlı dövlətinin tərkibinə daxil edilməsi yanlışdır. Bilirsiniz ki, Gürcüstan ikiyə bölünür. Şərqi Səfəvlərə, Qərbi Osmanlıya verilir. Viyananın ilk mühasirəsi 1-ci Süleyman adı ilə bağlı olduğu üçün bu da yanlışdır. Cavab oldu 1-4. 4-ü heç oxumadan deyə bilərik. Belqradın fəth edilməsi isə 1521-ci ilə Süleymanın Avropadakı fəthləri ilə əlaqədardır. Məhz Süleyman ilə Belqradın fəthi ilə başlamışdır. Növbəti sualımız 82-ci sualımızdır. Burada biz Hristiyan Avropası Süleymanı möhtəşəm adlandırırdı. Müsəlman şərqini onu qanuni adlandırırdılar. Çox ədalətli bir adam olub falan filan. Bunlar yazılıb, bunlar uşaqlar oxuyub vaxt itirməyək. Verilənlərə əsasən Süleymanın xarakterik xüsusiyyətlərini tapacağıq. Bəli, bu da elə qanuni deyə deyirdilər. Qanun və qanunçuluğun aləminə hörmət etdiyinə görə və möhtəşəm də ləqəbi məsələ bu təbəələrin qarşısında qalaraq onlara güzəştlər etməsi adı ilə bağlıdır. Xristian kəndləri bütün vergiləri azad etməyib, Avropa kəndləri isə əlbəttə ki, təkidçiliklər azad edə bilməz Süleyman. Aydındırmı? Cavab 1-3 olacaq. 83-cü sualımızda Moxaçın yaxınlığında döyüş baş verir, Osmanlılar qələbə qazanır və verilənlərə əsasən Osmanlılar nə olacaq uşaqlar? Bu bilirsiniz ki, bu döyüşdə Osmanlılar Turan taktikasında istifadə etmişdi. Yəni biz buna bir növ hərbi hiylə də deyə bilərik. Yəni bizim birinci fikir doğru fikir olacaq. Hərbi taktika və yaxud da hərbi hiylə deyirik buna. Birinci Süleymanın dövründə ərazi genişləndirdilər. Doğrudur, bu Mazaristanın fəthidir bu. İlk dəfə olaraq xarici hərbi yüklərdə iştirak edirlər. Bu ilk dəfə sözü yanlışdır. Avropanın içərilərinə doğru irəlilədilər. Bəli, bu doğru fikirdir. Hərb tarixində ilk dəfə odlu silahdan istifadə etdilər. Xeyr, bu yanlışdır. Bu artıq odlu silahlar bu dövrdə belə deyək, ixtira edilmişdir. Cavab 1, 2 və 4 olacaq 83-cü sualımızda. 84-də yenə də uyğunluğu tapacağıq, doğru olanları və yaxud da doğru olanı tapacağıq. Orxan Qazi Niqbolu və Ankara döyüşlərində iştirak etməyib. Biz Orxan Qazinin iştirak etdiyi bir dənə döyüş tanıyırıq. O da Maltepe döyüşüdür. Sultan Murad Niqbolu və Ankara döyüşlərində iştirak etməyib. Sultan Murad da 2 dənə döyüşdə iştirak etdiyi biz bilirik. Çirmən və Kosovo döyüşləri. Sultan II. Mehmet Oturbel döyüşü. Bəli. Cavab olacaq 5. Həmişə bax olanları, olan yazılanda burada diqqətli olun. Çünki burada bizim bir cavabımız da ola bilər, bir neçə cavabımız da ola bilər. Baxın burada görürsünüz, məsələn, bir cavabımız oldu. 85-ci sualımızda Osmanlı Sultanı II. Bayezid aid olanları tapacağıq. İspaniyadan qovulan Yahudilərə sığınacaq vermişdi. Bəli, 1492-ci ildə onları Selanik orada məskunlaşdırmışdı. Misir Məmlük dövlətinə son qoymuşdu 1-ci Səlim. Səfəvi dövlətlə dostluq münasibətləri saxlayırdı. Bəli, hətta 1504-cü ildə Şah İsmaili hökmdar olaraq tanımışdı. Ankara döyüşündə məğlub olan Yıldırım Bayeziddir. Bayandurlu Sultan Yaqubla dostluq münasibətləri mövzusudur. Bəli. 1-3 5. Ümumiyyətlə 2-ci Bayezid Şah İsmail və Sultan Yaqubla dostluq münasibətləri mövcud olmuşdur. 85-də oldu, hə? 1-3 5. 86-cı sualımızda biz Böyük Səlcuq və Osmanlı dövlətinin oxşar cəhətlərini tapacağıq. Bizansla müharibə hər ikisi üçün oxşar cəhətdir. Osmanlılar artıq biz əzbər bilirik. Səlcuqlarda isə 1071-ci il Malazgirt döyüşü desək kifayət edəcək. Deməli, bir doğrudur. Konstantinopolu ələ keçirməyiblər. Səlcuqlar yəni ələ keçirməyiblər. Osmanlı dövlətinə aiddir. Teymurilərlə Səlcuqların vaxtında Teymurilər yox idi. Xorasanın işğal edilməsi Osmanlı heç vaxt Mərkəzi Asiyanı Xorasanı görməyib. Cənubi Qafqazda yürüş edilməsi isə doğru fikirdir. 1-5. Səlcuqlarda birinci doğru deyə bilərik. Alparslan deyə bilərik. Osmanlı dövləti isə bizə çox, belə deyək, Səlimin dövründə, Süleymanın dövründə, 3-cü Muradın dövründə və s. və ilə axır. Yəni, bu siyahını artıra bilərik. 3-cü Əhmədin dövründə. 87-ci sualımızda Osmanlının Böyük Səlcuq dövlətindən fərqini tapacağıq. Burada qeyd etdiyimiz kimi Teymurilərin müharibə edilməsi və Konstantinopolun ələ keçirilməsi olacaq. Yuxarıdakı testin bir növ oxşarıdır. Bizans müharibə hər ikisinə aiddir. Xorasan isə Səlcuqlara aiddir. Səlcuqun Osmanlıdan fərqidir.
88-ci sualımız Osmanlı hökmdarları Orxan Qazi və 1-ci Muradın fəaliyyətinə aid ümumi cəhət tapacağıq. Birinci məsələdə paytaxtın dəyişdirilməsi deyir. Bu doğrudur. Çünki Orxan Qazi paytaxtı Bursaya, Murad isə Ədirnəyə köçürüb. Dövlətin sərhədlərinin genişləndirilməsi istisnasız hər ikisi üçün oxşar cəhətdir. Orxan Qazidə biz Egey dənizində qıdırılan əraziləri bilirik. Sultan 1-ci Muradın dövründə Balkan yarımadasını deyə bilərik. Teymurilərlə müharibə aparması, Teymurilərlə İldırım Bəyazitli müharibə aparan, hərbiçilərə Tiyül Osmanlıda olmayıb, Səfəvilərlə müharibə aparılması isə heç birinə aiddir. Səfəvi dövləti 1501-də yaranıb bilirsiniz. Onda Orxan Qazi və Murad artıq vəfat etmişdi. 88-də 1-2 oldu cavabımız. 89-cu sualımız 16-cı əsrə aid olan xüsusiyyətləri tapacağıq. Buxaç döyüşündə Bizans yox idi. Portuqaliya 1569-dur. Kipr adası 1571-dir. Həmədan yaxınlıq döyüşdə Səfəvilərlə toqquşması bu 1535-ci ildir Süleymanın dövründə və Təhmasibin qələbə qazanması nəticələnmişdi bu döyüş. Şirvan döyüşdə Serbilərin məğlubiyyətə uğradılması 14-cü əsr, Sultan II. Mehmet 15-ci əsrdə. Deməli, oldu uşaqlar 2, 3, 4 oldu cavabımız. 90-cı sualımızda da 14-cü əsr aid olanları tapacağıq. Ağqoyunlu dövləti deyirsə 15-ci əsrdir. Dövlət deməsə də Ağqoyunlular 14-cü əsrdə Osmanlılarla toqquşmayıblar. Trabzonun Osmanlı dövlətinin tərkibinə qatılması 1461 15-ci əsrdir. Ədirnənin paytaxt olması 1362 14-cü əsr. İldırım Bəyazıtın Bolqarıstanın tabe etməsi 1396 14-cü əsr və Konstantinopolun fəthi 1453-dür. Genepol isə 1354 14-cü əsrdir. Yəni oldu uşaqlar 3, 4, 6. 91-ci sualımızda da 15-ci əsr aid olanları tapacağıq. Bu suallar uşaqlar ümumiyyətlə qəbula düşür. Xüsusən də açıq testlər şəklində düşür. Bunları da işləyərkən diqqətli olmaq lazımdır. 15-ci əsr aid olanları tapdıqda biz deməli Malatya döyüşündə 1473-cü ildə Ağqoyunlular məğlub etmişdi Osmanlıları. Bu doğru fikirdir. Misirin tutulması 16-cı əsrdir. Bursanın ələ keçirilməsi 14-cü əsrdir. Konstantinopol İstanbul adlandırılan və bu da 1453-cü ildir. Sultan 1-ci Səlim 16-cı əsrdə hakimiyyət gəlib, heç ardını oxumuruq biz. Trabzonun fəthi isə 1461, yəni 15-ci əsrə aiddir. Sonra 92-ci sualımızda biz artıq təkrar suallara rast gəlirik. Osmanlı dövlətinin 14-cü əsr tarixinə aid olmayanı tapacağıq. Yenə biri bir olacaq uşaqlar. Birinci Səlim Misri ələ keçirib 16-cı əsr. Ədirnə 14-cü əsrdir. Maltepe 1329 14-cü əsrdir. Səfəvi Osmanlı müharibələri 16-cı əsrdən başlayır. İlk donanmanın yaranması Orxan Qazinin dövründə düşür. Bu 14-cü əsrdir. Süleymanın Belqradda tutması 1521 16-cı əsrə aiddir. Nə oldu uşaqlar? 1, 4, 6 oldu. 90-cı sualda da 15-ci əsrə aid olmayan hadisələri tapacağıq. Bolqarıstanın tabe edilməsi 1396 və yaxud da bəli, 1396 deyək. Osmanlı Sultanının Səfəvi dövlətini tanıması bu 16-cı əsrə aiddir. 1504-cü il 15-ci əsrə aid deyil. Sara Xatunun 2-ci Mehmetlə diplomatik danışıqlar aparması bu 15-ci əsrə aiddir. Əlbəttə ki, 1461-ci ildəki hadisələrdir. Konstantinopolun İstanbul adlandırılaraq dövlətin paytaxtına çevrilməsi bu da 15-ci əsr 1453-cü ildir. Trabzonun fəthi 1461-dir, 15-ci əsrdir. Səfəvi hökmdarı Məhəmməd Xudabəyli ilə müharibənin aparılması 1500 bu Səfəvi Osmanlı müharibəsi ikinci mərhələsidir. 78-90-cı illər mərhələsi. Bu da 16-cı əsrə aiddir. 92-də uşaqlara oldu cavab 1-2-6. 94-cü sualımız Orxan Qazının hakimiyyət dövrünə aidlanları tapacağıq. Dövlətin paytaxtı Bursaya köçürüldü, bəli. 1362-də. Ədirnəni fəth edən yenə də bizim kim olacaq uşaqlar? Əlbəttə ki, Orxan Qazi olacaq. Yox, üzr istəyirəm. 1-ci Murad Ədirnəni fəth edilməsi. Osmanlı imperatorluğunun qüdrətinin zirvəsinə çatması bu Süleymanın dövrüdür. Sultan Süleymanın Osmanlı dövləti tarixdə ilk dəfə sultan titulu. Əslində mən bu cavabı götürərdim. Nəysə, təkrar qayıtmayaq o suala. Bu yanlışdır. 1-ci Murada aiddir. Dövlətin ərazisinin inzibat cəhətdən paşalıqlara və sancaqlara bölünməsi də Orxan Qaziyə aiddir. 1-5 olacaq uşaqların cavabı. 95. Osmanlı hökmdarı Orxan Qazinin hakimiyyəti dövrü üçün səciyyəvidir. Orxan Qaziyə baxırıq biz. Qaraqoyunlarla bunlar həmişə dost olublar. Bursa şəhərinin dövlətin paytaxtına çevrilməsi doğrudur. Çirmən döyüşü Muraddır, 1-ci Murad. Nikolo döyüşündə deməli
Birinci İldırım Bəyazıtdır. Gelibolu isə 1354-cü ildə Orxan Qazının hakimiyyət dövrünə aiddir. Yəni 2 və 5 olacaq cavabımız. 96-cı sualımız Osmanlı hökmdarı 1-ci Muradın hakimiyyət dövrü üçün səciyyəvini. Serbiyanın Astara salınması doğrudur. Çirmən döyüşü. Avropanın Asiyaya birləşdirən bu Konstantinopoldu Fatih Sultan Mehmedin adı ilə bağlıdır. Amasya sülhü Süleyman adı ilə bağlıdır. Serblər üzərində əlbəttə ki, Astara salıbsa deməli qələbə qazanıb. Ərdəndərə paytaxta çevriləsə də bəli, 1-ci Muradın dövrüdür. Doğru cavab 1, 4, 5. 97-ci sualımızda yenə də 1-ci Murada aid olan xüsusiyyət tapacağıq. Ədirdə paytaxta çevrildi. Bildik biz. Trabzona Fatih Sultan Mehmed dedik. Çirmən döyüşündə bunu da bildik biz. Akkoyunlarla müharibə 1-ci Murada aid deyil. Bolqarıstan Astara salınması bəli. Bu 1-ci Muradın dövrü. Yəni Bolqarıstan adında biz 2 nəfər rast gəlirik. Biri 1-ci Muradın dövründə, digəri isə İldırım Bəyazıtın dövründə. Astara salınması 1-ci Murada aiddir. Tabe edilməsi, tamamilə birləşdirilməsi isə İldırım Bəyazıt'a aiddir. Yəni 97-ci sualımızda cavab oldu 1, 3, 5. 98 İldırım Bəyazıt'da tapacağıq. Teymurilərlə Ankara döyüşüdür. Trabzona Fatih Mehmeddir. Nikbolu döyüşü İldırım Bəyazıt'a aiddir. Bolqarıstanın fəthində Nikbolu döyüşlə əlaqədardır. 1-3-4 oldu. Konstantinopolda Fatihdir. 99 Osmanlı İmperiyası, bax bu biraz maraqlı sualdır. Axır ki, biraz fərqli tipli suala rast gəldik. Osmanlı İmperiyasında fərqli olaraq Teymurilər dövlətini tapacağıq. Səfəvilər dövləti ilə müharibə aparmışdır. Bu Osmanlı'nın Teymurilərdən fərqidir. Böyük Səlcuq İmperiyasının parçalanması nəticəsində heç birinə aiddir bu. Mərkəz Asiyada yaranmışdır. Doğrudur. Teymurilər Mərkəz Asiyada yaranmışdır. Şimali Çin torpaqlarını ələ keçirmişdi. Biz bilirik ki, Teymurlər, yəni Əmir Teymur Çinə yürüşü ərəfəsində vəfat etmişdi. Çinə ələ keçirə bilməmişdi. Şimali Çinin fəthi Çingis xanın adı ilə bağlıdır, Monqol dövləti. Qızıl Ordu dövlətlə qarşı mübarizədə Şirvanşahlarla müttəfiq olmuşdur. Bəli. 1395 Terek döyüşünü biz xatırlaya bilərik. 3 və 5 olacaq cavabımız. Yenə qayıtıq təkrar suallara. Osmanlı dövlətinin 14-cü əsr tarixinə aid xüsusiyyətləri tapacağıq. Bu birinci məsələ 1453-ə aiddir, 15-ci əsr. Murad 14-cü əsrdir. Bursanın paytaxta çevrilməsi 14-cü əsrdir. Serblərin məğlub edilməsi 14-cü əsrdir. 100-dən oldu 2-3-4. Ərəb İraqı isə 16-cı əsrə aiddir. Süleyman dövrü. 101-ci sualımız 15-ci əsrə aid olanları tapacağıq. Trabzon tutulub 1461-də bizim doğru cavabımızdır. Teymurilərlə mübarizə aparılıb 1402-də. Bu da doğru cavabımızdır. Misir 16-cı əsrdir. Habsburglara qarşı Fransa İttifaqı 1535-ci ilə aid 16-cı əsrdir. İstanbulun paytaxt çevrilməsi də 15-ci əsrdir. 101-də olacaq uşaqlar 1-2-5. Maltepe döyüşü isə 1329-cu, yəni 14-cü əsrə aiddir. 102-ci sualımızda cədvəldəki hansı hadisələ yerini dəyişsək, xronoloji ardıcılığı düzgün tapacağıq. Yəni yazaq. Məmlüklərin məğlub edilməsi, bu elə gələ bunu 1517 yazaq. İlk dəfə Viyana 1529-dur. Düzdürmü? Bir dəqiqə. 1529. Səfəvi Osmanlı müharibəsinin ilk mərhələsi başa çatması. Bu 1555 Amasya sülhüdür. Həmədan döyüşündə Səfəvilər Osmanlı ordusunu məğlub etməsi 1535-dir. Sultan Süleyman Təbrizi ilk səfər tutması 1534-dür. Baxırıq, görürük ki, uşaqlar, nəyi dəyişəcəyik? Təbii ki, 3-dən 5-i yeri dəyişəcəyik ki, cavabımız doğru olsun. 103. Yenə də cədvəldəki hadisələr yerini dəyişəcəyik. Çaldıran döyüşündə 1514-dür. Məmlüklərin süqutu 1517-dir. Moxaç 1526-dır. Süleymanın qanun tərəfində idarə etməyə başlanması Osmanlıların 20-ci ildir. Kiprın fəthi 1571-dir. Burada isə nə olacaq uşaqlar? Diqqətlə baxırıq və görürük ki, elə 3 və 4 yerini dəyişsə kifayət edir. 3 və 4. 104. Döyüşlərin baş verməsinin xronoloji ardıcılığını tapacağıq. Kosova döyüşü 1389, Malatya 1473, Çirmən 1371, Alma bulağı 1503. Ne oldu uşaqlar cavab? 3, 1, 2, 4. 105'te Böyük Səlcuq dövləti yaranması
1038'dir. Müqəddəs Roma 962'dir. Osmanlı 1302'dir. Saziləri süqut etməsi 941'dir. Burada da cavablı olacaq 4, 2, 1, 3. Düz bir dedik görəsən 105'də. 4, 2, 1, bəli. 106. Xroji arzuları müəyyən edin. Şərqi Romanın süqutu. Bunu silək ki, bizim cavablarımıza toxunmasın. Bəli. Şərqi Romanın süqutu 1453. Hülakinin Abbasilərin süquta uğratması 1258. Qəznəlilər 962. Osmanlı 1302. Burada da olacaq 3, 2, 4, 1. 106'da. 107. Çirmən 1371. Konstantinopolun paytaxta çevrilməsi 1453. Niqvolo 1396. Misirin fəthi isə 1517-ci ilə aiddir. İlləri yazmaq yadımızdan çıxdı, amma eybi yox. Deməli, birinci gələcək 1371, sonra gələcək 1396, yəni 3, sonra Konstantinopol, sonra Misir. 1, 3, 2, 4, 107'də. 108'də də xroji arzuları tapacağıq. Bunlar deməli, neçə qədər xroji arzulardır? 3 dənə sualımız hələ qalır. Eybi yox. Eybi yox. Bunları da deyək. Bursa'nın Osmanlı dövlətinin paytaxtına çevrilməsi 1320 neçədir uşaqlar? 9. Bizans İmperiyasının varlığına son qoyulması 1453. Ankara döyüşü 1402. Təbrizin tutması isə indi hansını deyir bilmirəm, amma yəqin ki testimizin şərtini pozmaz, elə 1534 yazacaq biz. Burada da olacaq 1, 3, 2, 4. 108, 1, 3, 2, 4. 109'da da Osmanlı Süleyman tərəfindən iddia edilməyə başlanması. Təkrar şeyləri yenə deyirəm. Yazıblar ki, uşaqlar, siz bunu dəfələrlə yazasınız və bunu möhkəmləndirəsiniz. Yəni yorulmayın. Ben yorulurum ama siz yorulmayın. 1371 Konstantinopol 1453. Burada da birinci gələcək 3, sonra gələcək 4, sonra gələcək 1, sonra 2. 110-cu sualımız artıq bitirin. Növbəti 2 sualımız qalır. Osmanlı dövlətinə aid hadisələrin xronoloji ardını tapacağıq. Yenə də Konstantinopol neçə oldu? A hissəsi 1453. Avstriya ilə sülh müqaviləsi imzalanması. Burada bir çox sülh müqavilələri var. Avstriya ilə. Məsələn, burada hansı götürülüb biz bilmirik. Amma hər halda yenə deyirəm, testimizin şərtini pozmaz elə bilirəm. Elə gəlin biz 1540-cı illərdə imzalanan sülh müqaviləsi. Və yaxud da 1533. Yəqin ki, burada İstanbul sülhü götürüblər 1533. Elə biz elə onu yazaq. 1453. Misirin tutulması 1517. Kiprdə 1571. Ne oldu? 1, 3, 2, 4. 1, 3, 2, 4. 111-ci sonuncu sualımız Mehmetlə burada tapacağıq. Trabzonun fəth edilməsi Mehmetin adı ilə bağlıdır. Yəni burada belə yazaq, rahat olsun. 1'ə A. Çaldıran döyüşü heç birinə aiddir. Teymurilərlə müharibə heç birinə aiddir. Niqbolu döyüşündə sərəfçiləri məğlub edən heç birinə aiddir. Bu İldırım Bəyazıtdır. Ədirnə isə burada aiddir. Deməli 1'ə A, 2'ə E variantı oldu. Və biz Osmanlı dövlətinin sonuna gəldik. Axıra qədər izləyənlər varsa, hər birinizə təşəkkür edirəm. Uğurlar və müvəffəqiyyətlər arzulayıram. Təşəkkür edirəm.